Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə maraqlı bir mövzunu, yəni hidrosfer bölməsini təhlil edəcəyik. Hidrosfer nədir? Hidrosfer necə yaranıb və hidrosferin tərkibi nədən ibarətdir? Eyni zamanda biz bu gün öyrənəcəyik nəyi? Dünya okeanın öyrənilməsini, okean suyunun temperaturunu, okean suyunun duzluğu və şəffaflığı, bir də okeanda dinamik proseslər haqqında danışacağıq. İndi axıra qədər bu mövzunun izahını izləyən şəxslər bu hissə ilə bağlı bütün problemlərini çözmüş olacaqlar Allahın izni ilə. Diqqətli olsanız görəcəksiniz ki, bu hissədə elə bir çətin bir şey yoxdur. Əvvəlcə hidrosfer nədir? Hidrosfer dedik ki, yerin su örtüyüdür və Yunanca hidro və sfera sözlərin birləşməsindən əmələ gəlib. Hidrosfer, atmosfer və litosfer təbəqələr arasında yerləşir. Atmosfer hava təbəqəsi, litosfer isə yerin quru təbəqəsidir, bərk təbəqəsidir. Planetimizdə olan bütün suları özündə birləşdirir hidrosfer. Hidrosferə nələr daxildir? Okeanlar, dənizlər, quru suları, şirin və şorsulu sular, eyni zamanda buzlaqlar, atmosferdə su buxarı, litosferin üst hissəsinə deməli hopan yeraltı sular hamısı hidrosferin tərkibini təşkil edir. Burada sxemdə də görürsünüz, hidrosferin tərkibi bunlardan ibarətdir. Sağ tərəfdəki sxemə diqqət edək. Dünya su ehtiyatlarına biz diqqət etsək, 96,5% okean və dənizlərin payına düşür. 1,8% qütb buzlaqlarının, 1,7% yeraltı sular, 0,1% isə çaylar və göllərdə toplanmış sulardır. Hidrosferin təşkil edən sular hamısı şirin sulu və yaxud da hamısı şor sulu deyil. Amma böyük hissəsi 97% şor sudan ibarətdir. Cəmi 3% deməli şirin su ehtiyatıdır. Bəs şirin su ehtiyatları harda toplanıb? Əlbəttə ki, çaylarda və qütb ətrafı buzlaqlarda, yüksək dağ buzlaqları və yeraltı sularda cəmləşib. Onlar hamısı 3% təşkil edir. Ona görə şor suların miqdarı deyək ki, çoxdur və hidrosferin yaranması haqqında danışaq. Hidrosfer necə yaranır? Hidrosferin, yəni su, planetimizdəki suyun yaranması iki mənbədəndir. Biri mantiyadan çıxan sular, bir də kosmik sular hesab olunur. Mantiyadan çıxan suların yaşı təxminən 4,5 milyard il bundan əvvəldir. Yəni kütləvi vulkan püskürmələri nəticəsində hansı ki mantiyadan ayrılan sular deməli yerin səthində cəmləşdi. Əvvəlcə atmosferə su buxarı kimi qalxmışdı, sonra da kondensasiyaya uğrayıb yağış yağıra və okean pantalası yaratmışdı. Amma bir də var kosmik sular, yəni kosmosdan meteorit və meteoritlər vasitəsilə planetimizə daxil olan sulardır. Əlbəttə ki, planetimizdə olan suyun əsasını mantiyadan ayrılan sular təşkil edir. Vulkanizm nəticəsində ayrılan su buxarı illik həcmi, yəni yer səthinə hər il 1 kub kilometr su çıxır mantiyada. Kosmik sular isə, deməli, kosmik sular indiyə qədər yer səthində 15 sm su layı yaratmışdır. Yəni, çox az bir miqdarda, yəni mantiyadan çıxan sularla müqayisədə daha az, deməli, kütlə təşkil edir kosmik sular. Deməli, dediyimiz kimi ilk yaranmış okean pantalası olmuşdur. Pantalasın tərkibinə daxil olan qədim okeanlar sakit və şimal buzlu okeanlardır. Cavan okeanlar isə Atlantik və Hind okeanlarıdır. Və Lavraziya və Gondvananın deməli, arasında Tethys okeanı da olub, amma Tethys okeanı indi yoxdur, onun qalıqları qalmışdır. Tethys okeanı qalıqlarını gəlin xatırlayaq əvvəlki dərslərimizdən hansılar idi? Aralıq dənizi, Qara dəniz, Egey mərmərə, sonra Xəzər və Mərkəzi Asiyada yerləşən Aral gölünü qeyd etmək olar ki, bunlar Tethysin qalıqlarıdır. Tethys okean parçalandıqdan sonra Sarmat dənizi yaranmışdı. Sarmat dənizi tərkib hissəsi də indiki Xəzəri qeyd etmək olar. Amma Sarmat dənizi indiki Azərbaycan ərazisi ilə təxminən Aralıq dənizi arasında yaranmış bir dəniz olmuşdur.
Təbiətdə suyun dövranından danışaq. Təbiətdə su hərəkətdədir daima. Təbiətdə suyun iki dövranı mövcuddur. Sol tərəfdəki sxemə diqqət etsək. Və kiçik su dövranı var, bir də böyük su dövranı var. Kiçik su dövranının sağ tərəfdəki sxemdə siz sxematik təsvirini də görürsünüz. Kiçik su dövranı nədir? Okeandan buxarlanan su yenidən okeana yağır. Böyük su dövranı nədir? Böyük su dövranı okeandan buxarlanmış su gedir quru səthi üzərinə, orada yağır. Quru səthi üzərinə yenidən çaylar vasitəsilə və yeraltı sular vasitəsilə okeana, dənizə axır. Buna böyük su dövranı deyilir. Suyun təzələnmə deməli müddəti var. Çirklənmiş suyun təzələnmə müddəti. Deməli, ən tez atmosferdə təzələnir su 8 gün ərzində, çaylarda 12-14 gün ərzində təzələnir. Göllərdə 200-300 il, okeanlarda 2-3000 il ərzində, buzlaqlarda deməli və yeraltı sularda daha gec təzələnir. Bunlar 10-15 min il deməli buzlaqlarda davam edə bilir. Suyun müəyyən bir xassələri var. Deməli, diqqət eləsəz. Bu dövranla bağlı bir şey qeyd edeyim ki, su dövranında şimal buzlu okean, ümumiyyətlə istəyir kiçik dövran, istəyir böyük dövran fərq etməz. Ən zəif iştirak edən, ümumiyyətlə suyun kiçik dövranı və yaxud da böyük dövranı, yəni günəş işığının, günəş istiliyinin təsiri ilə baş verir. Amma şimal buzlu okean bilirsiniz ki, soyuqdur, orada buxarlanma prosesi demək olar getmir, amma çox zəif də olsa gedə bilər. Ona görə şimal buzlu okeanda bu su dövranı ən zəif gedəcək. Atlantik və sakit okeanlar isə daha fəal iştirak edir, ümumiyyətlə suyun dövranında. Qeyd edeyim ki, Atlantik okean ensiz olduğuna görə, Atlantik okean üzərindən buxarlanan su quru səthinə rahatlıqla çata bilir. Yəni, məsələn, Cənubi Amerikaya və yaxud da Afrikaya və yaxud da Şimali Amerikaya yaxud Avropaya rahatlıqla çata bilir. Ona görə deyirik ki, suyun böyük dövranında daha intensiv iştirak edən okean Atlantik okeandır. Amma sakit okean sahəsi böyükdür. Sakit okeanla buxarlanan su quru səthi üzərinə çatdırmamış artıq yağıntı halında okeana qayıdır və nəticədə deyirik ki, sakit okeanda suyun böyük dövranı zəif iştirak edir. Orada suyun kiçik dövranı daha intensiv iştirak edir. Suyun bəzi xassələri var. Su donduqda həcmi genişlənir. Məsələn, siz soyuducuya tutaq ki, suyu bir qabda doldurub qoysanız, orada buzladıqdan sonra həmin qabı partlada bilər. Bunun səbəbi odur ki, su donduqca genişlənib. Bərk halda su batmır. O da icebergləri nümunə kimi demək olar ki, məsələn, iceberglər buz dağlarıdır və onlar donmuş halda, suyun donmuş halıdır və ona görə də batmır. Amma böyük hissəsi suyun altında olur. Az hissəsi isə suyun üzərində qalır. O da gəmilərin hərəkəti üçün ciddi təhlükədir. Sonra suyun temperaturu artdıqca səsin yayılma sürəti də artır. Yəni isti sularda səs daha sürətlə yayılır. Sonra su soyuyarkən sıxlığı artır, bunu dedik. Bir də suyun maksimal sıxlıq səviyyəsi müsbət 4 dərəcə temperaturda qeydə alınır. Yəni su maksimum bu həddə, bu temperaturda maksimal sıxlığa malik olur. Su daha çox soyuyarsa sıxlıq yenidən azalmağa başlayır. İndi dünya okean öyrənilməsindən biz danışaq. Dünya okeanının tədqiqat tarixindən danışsaq görərik ki, qədim dövrdə, ilkin dövrlərdə, məsələn, böyük coğrafi kəşflər dövründə okean dibinin dərinliyini ölçmək üçün çalışırdılar, nədən istifadə edirlər? Lotdan, burada şəkildə görürsünüz. Lot ucuna yük bağlanmış kəndirdir, adi kəndirdir. Onunla da çox dərin deməli çökəklikləri ölçmək mümkün deyil. Yəni o qədər uzunluqda kəndir tapmaq çətin məsələdir. Amma Birinci Dünya müharibəsi ərəfəsində artıq sualtı qayıqlar yaradıldıqdan sonra məcbur idilər suyun daha dərinliklərini ölçməyə. Ondan ötürü exolot yaratdılar. Echo bilirsiniz ki, əks-səda deməkdir. Exolot isə səs dalğası vasitəsilə dərinliyin ölçülməsinə deyilir. Deməli, necə ölçülür? Səsin suda yayılma sürəti normalda 1 saniyədə 1500 metrdir. Gəminin gövdəsinə quraşdırılmış, bax burada şəkildə görürsünüz. Gəminin gövdəsinə quraşdırılmış həmin o exolotdan səs göndərilir suyun dibinə və səs gedir okeanın dibinə dəydikdən sonra yenidən cihaza qayıdır və həmin müddətdə keçən zamana
zamanı deməli ikiyə bölüb, yarıya bölüb 1500-ə vursaq dərinliyi hesablamış olarıq. Niyə ikiyə bölürük? Çünki səs gedir okean dibinə dəyir, təzədən bir də eyni məsafəni qayıdır cihaza. Bizə amma okean dibinə qədər, gəmidən okean dibinə qədər olan məsafəni ölçmək lazımdır. Ona görə exolotdan göndərmiş səs siqnalı cihaza qayıdana qədər ki, sərf olunan zamanı biz yarısını 1500-ə vurmaqla okeandakı həmin çökəkliyi hesablaya bilərik. Okeanların dərin hissələrini ölçmək üçün batisfer və batiskafdan istifadə olunur. Batisfer və batiskafın fərqi nədir? Okeanların dərin qatlarını öyrənmək üçün istifadə olunur və gəmilərdən idarə olunur. Batiskafı isə avtomatik idarə edilən qurğudur. Yəni batisfer deməli gəmidən idarə olunur. Dərinlikləri öyrənmək üçün, hər ikisi suyun dərinliklərini öyrənmək üçün istifadə olunur. Həm batisfer, həm də batiskaf. Amma batisfer birbaşa gəmilərdən idarə olunur. Batiskaf isə okeanların dərin qatlarına düşür və orada avtomatik idarə etmək mümkündür. Okeanların öyrənilməsində inkişaf etmiş dövlətlərin, elm texnologiyası yüksək inkişaf etmiş ölkələrin rolu böyükdür. Məsələn, Rusiya, Böyük Britaniya, ABC, Yaponiya, Fransa, İsveçrə kimi dövlətlərin rolu mühümdür. Amma ən böyük tədqiqatlar okeanda ilk dəfə 1872-76-cı illərdə Challenger gəmisinin, yəni İngilis Böyük Britaniyanın Challenger gəmisinin ekspedisiyası tərəfindən aparılmışdı. Ekspedisiya həmin o 4 il ərzində apardığı tədqiqatlar nəticəsində 70 nəfər alim, 20 il əslində Challenger gəmisi tədqiqatlarını 4 il apardı və ondan sonra həmin əldə olunan məlumatlar 20 il əmək sərf edilərək 50 cilddən ibarət əsər yazıldı. 2279 xəritə, şəkil, rəsm var idi həmin o kitabda. Və okean dibində dərinliyi 5000 metrdən çox olan çökəkliklər, dağlar və sıra dağlar olduğunu müəyyən etdi həmin ekspedisiya ilk dəfə. 1943-cü ildə akvalanq hazırlandı. Jacques Cousteau və Emil Ganyan 40 metr dərinliyə qədər enmək üçün akvalanq düzəltdi. Marian çökəkliyinin dərinliyini ilk dəfə SSR-nin Vityaz gəmisi 1957-ci ildə ölçmüşdü. Marian çökəkliyinin dərinliyini bilirsiniz ki 11022 metrdir. Amma bu çökəkliyə ilk batiskaf 1960-cı ildə İsveçrə alimi Jacques Piccard tərəfindən endirilmişdi. Müasir dövrümüzdə artıq okean və dənizlərin öyrənilməsində yerin süni peykiləri və kosmik gəmilərdən istifadə olunur. Və okeanların təkcə, yəni artıq dərin, bütün çökəkliklər hamısı demək olar ki, dərinlikləri müəyyən olunmuşdur. Artıq okeanın dünyanın iqliminə təsirini öyrənirlər. Sonra buzlaqları öyrənirlər. Buzlaqların ərimə dərəcəsini, ərimə müddətini proqnozlaşdırırlar. Aysberqlərin toplandığı ərazilər öyrənilir. Və okeanların çirklənməsi səviyyəsi müəyyən edilir həmin kosmik tədqiqatlar vasitəsilə. Deməli, fiziki xəritələrə diqqət etsək, fiziki xəritələrin kənarında hər zaman orada nə var? Dərinlik şkalası verilir. Ona həm dərinliyi bildirir o şkala, həm də yüksəkliyi bildirir. Dərinlik, indi biz okeandan danışdığımıza görə dərinlik şkalasından danışırıq. Dərinlik şkalasında deməli, eyni dərinliyə malik olan nöqtələri birləşdirən xətlərə, yəni fiziki xəritələrdə izobatlar deyilir. Eyni hündürlüyə malik olan nöqtələri gəlin xatırlayaq. Eyni hündürlüyə malik olan nöqtələri birləşdirən xətt isə o horizontal idi. Amma eyni dərinliyə malik olan nöqtələri birləşdirən xəttlər izobat idi. Bax, burada bat. Harada batırsan? Dərinlikdə. Sonra biz bilirik ki, fiziki xəritələrdə okeanlar mavi rənglə və eyni zamanda mavi rəngin müxtəlif çalarları ilə verilir. Müxtəlif çalarlarla verilməyin səbəbi nədir? Çünki dərinliklər artdıqca mavi rəng tündləşir, dərinlik azaldıqca mavi rəng açıqlaşır. İkinci ən dərin çökəklik kimi biz Filippin çökəkliyini 10265 metr qeyd edə bilərik. İndi dərinliyin ölçülməsinə aid burada məsələ nümunələri və onun həlləri təqdim olunmuşdur. Onlardan birinə diqqət edək. Məsələn, məsələ 1-də nədir? Exolotdan okean çökəkliyinə göndərilən səs dalğası 6 saniyədən sonra qəbul olunmuşdursa, həmin çökəkliyin dərinliyini hesablayın. Biz bilirik ki, okeandan
daha doğrusu gəmidən okeanın dibinə göndərilən səs dalğası 6 saniyəyə gedib qayıtmışdırsa, bizə onun yarısı lazımdır. Yəni 3 saniyəsi lazımdır. 3-ü də 1500-ə vuranda eləyir 4500. Bir də çökəkliyin dərinliyi verilə bilər. Həmin çökəkliyin dərinliyinə əsasən exolotdan göndərilən səs siqnalı neçə saniyə həmin dərinliyə ölçər? Buna aid bir məsələ nümunəsi. Məsələn, dərinliyi 9000 metr olan okean çökəkliyinə göndərilən səs dalğası nə qədər vaxtdan sonra qəbul oluna bilər cihaz tərəfindən? Demək, şəkildən göründüyü kimi gəmidən okeanın dibinə 9000 metr məsafə var. 9000 gedib 9000 qayıdır. Ona görə biz nə edirik? Həmin o ya 9000-i 2-yə vurub 1500-ə bölməliyik, yaxud da dərinliyi biz 1500-ə bölüb 2-yə vurmalıyıq. İndi burada düstur tətbiq olunur. Düstura diqqət etsək, T, yəni zaman vahidini ifadə edir. Dərinlik nə qədər idi? 9000. 9000-i 1500-ə böləndə düşür 6. 6-nı da 2-yə vuranda eləyir 12 saniyə. Yəni 12 saniyə ölçür. Demək, burada 2 dənə düstur əmələ gəlir. Biri bu, bir dərinliyi müəyyən etmək üçün T bölünsün 2 vurulsun 1500. Bir də T-ni tapanda isə dərinlik bölünsün 1500 vurulsun 2 düsturunu tətbiq edirik. Bunu yadınızdan çıxartmayın. Okean suyunun temperaturundan danışaq. Ümumiyyətlə, okean suyunun, ümumiyyətlə suyun fiziki kimyəvi xassələrinə biz diqqət etsək, temperatur var, duzluluq, şəffaflıq və səs dalğalarının suda yayılması. Eyni zamanda biz əlavə olaraq deyə bilərik nəyi? Okean suyunun hərəkətində, dinamik proseslərdə bura fiziki xüsusiyyət kimi qeyd edə bilərik. Okean səthində suyun temperaturu coğrafi enlikdən, qurunun, okean cərəyanlarının və daxili küləklərin təsirindən, eyni zamanda suyun dərinliyindən və ilin fəslindən asılıdır. 5-10 dərəcə deməli enliklər arasında okeanlar 5-10 dərəcə şimal enlikləri arasında okeanlar daha az sahə tutur və orada sular çox tez qızır, çünki az sahə tutub. Okean suyu nə qədər çox olsa, geniş olsa, yəni qütbə tərəf nə qədər genişlənsə, o qədər həmin hissə soyumuş olar. Burada okean suyunun orta illik temperaturu 27,4 dərəcə Selsidir. Yəni 5-10 dərəcə şimal enliklər. Ən isti yerlər buradır. Tropik enliklərə çox günəş işığı düşsə də, onun əsas hissəsi buxarlanmaya sərf olunur. Ekvatordan şimala və cənuba doğru okean suyunun orta illik temperaturu azalır. Yəni qütbə tərəf getdikcə, buradakı sağ tərəfdəki xəritədə görürsünüz. Xəritə sxemdə görürsünüz ki, qırmızı rəngli ərazilərdə bu hissələr daha isti ərazilərdir. Qütbə tərəf getdikcə temperatur aşağı düşür. Qütblərdə hətta -1-2 dərəcəyə qədər deməli okean suyu donması müşahidə olunur. Ümumiyyətlə okean suyu gec donur. Bu haqqda biz danışacağıq duzluluq haqqındakı hissədə. Suyun duzluğu, okean suyunun duzluğu onun donmasına mane olur. Daha doğrusu donmasını ləngidir. Demək, suyun 20 metr dərinliyinə qədər olan hissəsi səthin temperaturuna asılı olaraq dəyişir. Suyun qarışması nəticəsində onun aşağı hissələrdə qızır. İl ərzində okeanın 1000 metrə qədər olan üst hissəsi qıza bilir. Amma okean dərinliyinə doğru getdikcə temperatur aşağı düşür. Çünki okeanın dərin hissələri günəş işığından məhrum olur, günəş istiliyindən məhrum olur. 3000-4000 metrdən dərində okean suyunun temperaturu artıq hətta 2-3 dərəcəyə qədər enə bilir və ondan çox olmur. Hətta deməli daha çox, düzdür, mənfiyə düşmür. Okean suyunun dərin hissələri, onda biz deyərdik ki, dərinliyi artdıqca temperatur aşağı düşürsə, onda okean dibində su donacaq. Xeyr, donmur. Hətta o çox dərin sulu novlarda okean suyunun temperaturu yenidən isinməyə başlayır. Bunun da səbəbi bir mantiyadır. Mantiyanın istiliyi vurur ora. Bir də okean suyunun duzluğu imkan vermir ki, su donsun. Bir də təzyiq. Suyun daxilinə doğru getdikcə təzyiq artır, o da donmaya mane olur. Ayrı-ayrı okeanların temperaturu ilə tanış olaq. Bilir, ən isti okean Sakit okeandır. Deməli, Sakit okeanda temperaturun, deməli, orta temperatur müsbət 19 dərəcədir. Çünki tropik və ekvatorial enliklərdə daha geniş sahə tutur və Sakit okean ona görə də ən isti okeandır. İkinci yerdə Hind okeanı durur. Hind okeanı bilirik ki,
şimal tərəfdən gələn soyuq hava kütlələrinin qarşısını Hind okeanında Himalay dağları qarşısını kəsir. Düzdür, cənubda Antarktida tərəfdən Hind okeanının cənub hissələrinə deməli soyuq hava axınları təsir göstərir. Amma Hind okeanı ekvator boyu ərazidə yerləşdiyinə görə onun orta temperaturu 17 dərəcə təşkil edir. Atlantik okean 16-15-dir. Atlantik okean bilirsiniz ki, şimaldan cənuba meridional istiqamətdə daha çox uzanır və şimaldan arktik, cənubdan isə antarktik hava axınları Atlantik okean sularını kifayət qədər soyuda bilir. Ona görə 3-cü yerdə durub Atlantik okean. Ən soyuq okean isə Şimal Buzlu okeandır, 0.9 dərəcə. Artıq biz bilirik ki, indi hal-hazırda 4 okean yox, 5 okean var, Cənub okeanı da var. Məsələn, Sakit Hind və Atlantik okeanların bir hissəsi, Antarktida ətrafında olan hissələri ümumiləşdirilib Cənub okeanı kimi adlandırılıb. Demək, biz onda deyə bilərik ki, Şimal Buzlu okean və Cənub okean daha soyuq okeanlar hesab olunur. Bunu da dedik. İndi gəldik nəyə? Okean suyunun duzluluğu və şəffaflığından danışacağıq. Ümumiyyətlə, duzluq anlayışına diqqət edək. Bu kimyəvi anlayışdır duzluq. Duzluq 1 litr suda olan duzların miqdarına deyilir və promillə ilə ölçülür. Promillə işarəsi faizə bənzəsə də, amma aşağı hissəsində 2 dənə deməli yumru işarə var. Promillenin işarəsidir. Diqqət eləsəz sol tərəfdə və tamın mində bir hissəsini əhatə edir. Tamın %1 hissəsi faizdirsə, mində bir hissəsi promillə adlanır. Xəritədə eyni duzluğa malik olan nöqtələr birləşdirən xəttlər izoqalin adlanır. Okean suyunda həll olmuş elementlərin 80%-ni duzlar təşkil edir. Okean suyu həm deməli şordur, həm də acıdır. Natrium xlor suya duzluq verir, amma maqnezium isə acılıq verir. Dünya okeanında orta duzluq 35 promildir. Yəni 1 litr okean suyunda 35 qram duz var. 1 tonda isə 35 kiloqram. Yəni litrlə ifadə olunursa su, onda duzun miqdarı qramla götürülür. Tonla ifadə olunursa duzun miqdarı kiloqramla ölçülür. Okean suyunun duzluğuna nələr təsir göstərir? Okean suyunun duzluğuna diqqət edin, buradakı sağ tərəfdəki sxemə, bu hissəyə diqqət etsəz, nə görəcəksiniz? Görəcəksiniz ki, duzluğu artıran və azaldan səbəblər var. Nə artıra bilər? Əgər okean suyu buxarlanırsa duzluq artır. Bax, diqqət edin bura. Okean suyu əgər buxarlanma, demək buxarlanma duzluğu artır. Bir də isti cəryanlar duzluğu artırır. Bəs nə azaldır? Yağıntılar azaldır, çaylar azaldır, buzlaqlar azaldır, yəni iceberglər, bir də soyuq cəryanlar azalda bilir. Duzluğun paylanmasına biz diqqət etsək yer kürəsində, okean suyunun duzluğuna deməli ekvatorial enliklərdə 34-35 promilli deyəcəyik, tropiklərdə 36-37 promilli, mülayimdə təxminən 33, qütblərdə isə 32 promilli deyəcəyik. Daxili dənizlərdə çay suları və buxarlanmanın nisbətindən asılı olaraq duzluq müxtəlif olur. Bax, burada siz sxemdə görürsünüz, Mərmərə dənizində, bax, burada Mərmərə dənizində görürsünüz ki, deməli 25 promillidir. Qırmızı dənizdə 42 promilli, Qara dənizdə 18, Baltik dənizində 11, Azov dənizində 12 promilli deməli duzluluq mövcuddur. Ən duzlu dəniz Qırmızı dənizdir. Ən duzlu göl isə Ölü dəniz gölüdür. Yəni biri göldür, biri dənizdir. Sonra dənizlərin duzluluğunu əzbərləməyə ehtiyac varmı? Xeyr, əzbərləməyə ehtiyac yoxdur. Yadınızda nəyi saxlayacaqsınız? Bir dünya okeanının duzluluğu 35 promillidir. Bir də Qırmızı dənizi yadda saxlayacaqsınız. 42 promillidir. Digər dənizlərin duzluluğu zaten məsələlərdə, mötərizədə sizə təqdim olunacaq. Demək, duzluluq necə paylanmışdır dedik. Ekvatorialda 34-35 promilli, tropiklərdə 36-37, mülayim enliklərdə 33, qütb enliklərində 32. Qırmızı dənizdə 42, Mərmərə dənizində 25, Qara dənizdə 18, Azov və Xəzər dənizlərində 12 promilli, Baltik dənizində isə 11 promilli təşkil edir. Suyun səthində duzluq 36 promillidirsə,
2000 metr dərinlikdə bu göstərici biraz azalır, 34,6-35 promilli təşkil edir. Atlantik okeanı ensiz olduğuna görə buxarlanan suyun əsas hissəsi yağıntı şəklində gedir quru üzərinə, materiklərin üzərinə düşür. Yəni suyun böyük dövranı baş verir. Ona görə suyun duzluğu yüksəkdir. Yəni ən duzlu okean olur Atlantik okean. Xəzər dənizində, bax diqqət edin sağdakı xəritəyə. Sağdakı xəritədə burada izoqalinlər deməli təqdim olunub sizə. Atlantik okean diqqət edin. Ən tünd yer və Atlantik okeanda görürsüz bunu. Ən tünd hissəni okean kimi Atlantik okeanda görürsüz. Həmin xəritənin bir nümunəsi də sol tərəfdə burada görürsüz. Yenə də Atlantik okean mərkəzi hissəsində və deməli burada Cənubi Amerika sahillərində duzluğu daha çox olduğunu görə bilirsiniz. Suyun duzluğunun hesablanmasına aid təbii ki, qəbul imtahanında da məsələ nümunələri çıxa bilər qarşınıza. Deməli, suyun duzluğunu hesablamaqdan ötürü bir qaydanı yadda saxlamaq lazımdır. Deməli, əgər sizə təqdim olunmuş suyun üzərinə duzlu su əlavə olunursa, onda duzluq artacaq. Yox, sizə təqdim olunmuş suyun üzərinə şirin su əlavə olunursa, yəni 0 promilli su əlavə olunursa, onda duzluq azalacaq. Deməli, nə idi? Suyun duzluğunun hesablanması. 1 litr suda duzların miqdarına duzluq dedik. Duzluq məsələlərini hesablamaq üçün mütləq tənasüb qurmaq daha məqsədə uyğundur. Tənasüb necə qurulur? Tənasüb bir tərəfinə su yazılır, bir tərəfinə duz yazılır. Yəni su, duz, deməli qanun uyğunluğunu yadda saxlayın. İndi gəlin bir məsələ nümunəsinə baxaq, onda rahat olacaq. Deməli, nümunə. Orta duzluğu 12 promilli olan Xəzər dənizinin 30 ton suyu ilə nə qədər duz əldə etmək olar? Bax, 1 ton suyundan duzluq 12 daxı, onda 13 kiloqram əldə olunur. Bax, bir tərəfinə nə yazdıq? Su yazdıq, bir tərəfinə duz yazdıq. Və 30 tonla nə qədər duz əldə olunar? X. Ona görə çarpaz vuranda da cavab 360 olur. Suyu buxarlandırsa hansı duzluq necə dəyişər? Deməli, su buxarlanarkən duzun miqdarı dəyişməsə də duzluq artır. Yəni, suda nə qədər duz varsa, ümumiyyətlə kimyada belə bir şey var da, duzu sudan ayırma metodu, buxarlandırma üsulu deyirlər ona. Deməli, buxarlanan su buxarlanıb getsə də, məsələn, duz qalır. Suyun tərkibindəki duz elə həmin qabın içərisində qalır. Əgər orta duzluğa malik 1 litr okean suyu 35 promillə götürüb onun yarısını buxarlandırsaq, duzluq artacaq. Deməli, gəlin baxaq izahına. Bax, 1 litr su götürmüşük dünya okeanından su. İndi onun yarısını buxarlandırdıq. Yəni, suyun yarısı getdi, qaldı yarım litr. Bildiyimiz kimi 1 litr okean suyundan 35 promilli, yəni 35 qram duz ayrılır. Deməli, su buxarlansa belə həmin duz qalacaq. İndi tənasübü necə qururuq? Bir tərəfdə suyu yazırıq, bir tərəfdə duzun miqdarını yazırıq. Suyumuz nə qədər qaldı faktiki? 0,5 litr. Duzu nə qədər? Duz elə 35 qram idi, o qalıb yerində. Yazırıq 0,5 litrin içində 35 qram. Duzluq da 1 litrə görə müəyyən olunur axı. 1 litrə də x. Çarpaz vuranda bura elə bu 35-i 2-də birə biz neyinirik? Bölürük. Onda olur 70 promilli. Yəni, yarım litr suda duzluq 70 promilli olur. Amma yarım litrin içindəki duzun miqdarı nə qədərdir? Elə 35 qram duz var. Sadəcə duzluq artmış olur. İndi gəlin suyun üzərinə başqa tərkibli su əlavə etsək, hansı dəyişiklik baş verər? Müəyyən duzluğa malik olan suyun üzərinə şirin, yəni duzluğu 0 promilli olan su əlavə etdikdə su artacaq, amma duzluq isə azalacaq. Nümunə məsələyə baxaq. Dünya okeanından götürülmüş 20 litr suyun üzərinə 30 litr şirin su, deməli, duzluğu 0 promilli olan su əlavə etsək, duzluq nə qədər olar? 20 litrin üstünə, indi tənasüb necə qururduq? Bir tərəfində biz su yazırdıq, bir tərəfinə də duz yazırdıq da. Duz. İndi gəlin biz burada suyun bir tərəfini yazaq. 20 litrin üstünə 30 litr gələndə su elə də 50 litr. 20 litr su, deməli, dünya okeanından götürülüb axı. 20-ni 1 litrində 35 qram duz varsa, 20-ni 35-ə vururuq, 700 qram duz aldıq. İndi tənasüb quranda bir tərəfdə su, bir tərəfdə də duz yazırıq. Ümumi su, qarışıq su, yəni okean suyu ilə şirin suyun cəmi 50 litrə elə daxı. 50 litrin içində onda nə qədər duz var? 700 qram.
Bəs bunun 1 litrində nə qədər duzluq var? X qram. Çarpaz vuranda 50x bərabərdir 700, x bərabərdir 14 promilli. Bax, bayaqdan 20 litr suyun içərisində, yəni suyun duzluğu 35 promilli idi, çünki dünya okeanından götürülmüşdü. İndi isə 14 şirin su əlavə etdik deyən üzərinə 14 promilli oldu. Okean suyunda şəffaflıq necə müəyyən olunur? Demək, okean suyunda şəffaflığı müəyyən etmək üçün diametri 30 sm olan gümüşü lövhə, deməli, göründüyü məsafəyə qədər əsasən təyin olunur. Yəni, gümüşü lövhəni atırlar suyun içərisinə, o nə qədər dərinlikdə görülürsə, şəffaflıq ona görə müəyyən olunur. Ən şəffaf hissələr Sakit Okeanın tropik və subtropik enliklərinin suyunda müşahidə olunur. İndi biz gəlin nədən danışaq? Okeanda dinamik proseslərdən danışaq. Okeanda dinamik proses deyərkən suyun dalğalanması nəzərdə tutulur. Suyu dalğalandıran nə ola bilər? Ümumiyyətlə, dinamik proseslər deyəndə okean suyunun hərəkəti başa düşülür. Hərəkət də nə ola bilər? Dalğa ola bilər, okean cəryanları ola bilər, qabarma, çəkilmə hadisələri ola bilər. Əvvəlcə gəlin biz dalğalar haqqında danışaq. Okeanlarda daimi və mövsümi küləklər, sualtı vulkanlar və zəlzələlər, günəşin və ayın cazibə qüvvəsinin təsiri ilə sular daim hərəkət edir. Küləyin təsiri ilə okean suyunun müvazinət sakit deməkdir. Halı pozulur, səth sularının şaquli rəqsi hərəkəti yaranır. Bu hadisə külək dalğaları adlanır. Dalğaların gücü küləyin sürətindən asılıdır. Küləyin sürəti nə qədər çox olduqca dalğaların da gücü çox olur və hündürlüyü də artır. Dalğanın elementlərinə diqqət edin. Həm sağ tərəfdəki sxemdə görürsünüz, həm buradakı sxemdə görürsünüz. Dalğanın ən hündür nöqtəsinə yal deyilir. Yal, bu nöqtələrə yal deyilir burada. Ən hündür nöqtə. Daban ən aşağı nöqtədir. Dalğanın ən aşağı nöqtəsinə biz burada görürsünüz, daban deyirik. Dalğanın uzunluğu nədir? İki dənə yal arasında qalan məsafəyə burada da görürsünüz. İki qonşu yal arasında məsafə uzunluq adlanır. Dalğanın hündürlüyü isə deməli, yalla daban arasındakı hündürlük deyilir. Bu da H-la işarə olunur. Külək dalğalarının hündürlüyü 4-6 metr, bəzən 10 metr və daha çox ola bilər. Tufanlı günlərdə isə 30 metrə çatır. Okean dalğaları daha hündür və daha uzun olur. Çünki ərazi genişdir. Külək dalğalarından qorunmaq üçün neynirlər? Dəmir, beton, dalğaqıranlar tikirlər. Ən yüksək külək dalğaları Atlantik və Sakit okeanlarının şimalında, Atlantik və Hind okeanlarının cənubunda, həmçinin Barents dənizində müşahidə olunur. Yəni, ən təlatümlü dəniz olur Barents dənizi. İsti və soyuq cəryanların qarşılaşdığı sahələrdə də güclü dalğalar əmələ gəlir. İndi keçək qabarma çəkilmədən danışaq. Bu, burada sxemdə də görürsünüz. Qabarma çəkilmə. Qabarma çəkilmə ayın və günəşin cazibəsi qüvvəsi ilə suyun səviyyəsinin dövrü olaraq qalxması və enməsi prosesidir. Deməli, burada fikir verin, yer, ay və günəş. Bunlar üçü də eyni sırada duranda, belə, eyni sırada, eyni cərgədə duranda, bu suyun dalğalanması prosesi, daha doğrusu qabarması prosesi daha çox olur. Çünki eyni nöqtəyə həm günəşin cazibəsi, həm də ayın cazibəsi bura təsir göstərir. Yox, əgər, məsələn, ay burada durub, günəş burada dursaydı, onda bu tərəfə dartardı, bu tərəfə dartardı. Belə olanda ayın və daha doğrusu qabarma hadisəsi minimum qiymət alır. Deməli, ay və günəş yer ətrafında 90 dərəcə bucaq formasında dursa, onda qabarmanın hündürlüyü az olur. Amma eyni yer, ay və günəş eyni deməli sırada dursa, bir cərgədə dursa, onda qabarmanın miqdarı daha çox olur. Qabarma çəkilmə hadisəsindən ümumiyyətlə nə məqsədlə istifadə etmək olar və qabarma çəkilmə hadisəsi ən yüksək qabarma harda baş verir, ona diqqət edin. Demək, qabarma hadisəsi ən yüksək Fandi və Main körfəzlərində, Kanada sahillərində, Atlantik okeanda, Bristol, Böyük Britaniyada körfəzində, Oxot və Ağ dənizlərdə Rusiya Federasiyasında müşahidə olunur. Kanadanın Atlantik okean sahilində Fandi körfəzində qabarma dalğasının hündürlüyü 18 metrə çatır. Daxili dənizlərdə qabarma dalğasının hündürlüyü bir neçə santimetr olur və yaxud da hiss edilmir.
Ağdəniz istisna olmaqla. Ağdənizi də biz daxili dəniz kimi hesab etsək, o zaman o istisna olacaq. Qabarma və çəkilmədən nə məqsədlə istifadə edirlər? Demək, gəmiçilikdə. Gəmiçilikdə necə istifadə olunur? Məsələn, burada belə bir şey var. Deməli, qabarma bor hadisəsi var. Bax, burada sağ tərəfdə yazılıb, diqqət edin. Qabarma boru hadisəsi çayın mənsəbindən əks istiqamətdə axması, suyun axması prosesinə deyilir. Deməli, çayın mənsəbində qabarma hadisəsi olanda çay mənsəbdən mənbəyə doğru tərsinə axmağa başlayır. Daha doğrusu o okean suyu çayın mənsəbindən, çayın üstündən mənsəbdən mənbəyə doğru əks istiqamətdə axmağa başlayır. Nəticədə nə olur? Çayda suyun səviyyəsi artır. Bir yaxdan çaya böyük gəmilər girə bilmirdi. İndi artıq suyun böyük gəmilər bilirsiniz, dayaz sularda alt hissəsi aşağı dəyə bilər. Ona görə o təhlükəlidir. Böyük gəmilər artıq çayda suyun səviyyəsinin artdığını görüb, həmin çaya rahatlıqla daxil ola bilirlər. Məsələn, ən güclü qabarma bor hadisəsi Çində Fuçinsiyan çayında qeydə alınıb. Həmçinin İngiltərədə Temza çayında, bir də Amazon çaylarında qeydə alınır. Demək, gəmilər həmin vaxtı daxil olurlar ora. Ümumiyyətlə, sutqa ərzində 2 dəfə qabarma, 2 dəfə çəkilmə hadisəsi baş verir. 6 saatdan bir baş verir bu proses. Qabarma boru nəticəsində Temza çayı sahilindəki London şəhəri böyük limana çevrilmişdir. Deməli, gəmiçilikdə istifadə olunur, sonra balıqçılıqda. Deməli, sahilə doğru su qabaranda balıqçılar gəlib o hissəyə tor qururlar. Su geri çəkilən vaxtı artıq su ilə bərabər getmiş balıqlar geri dönəndə ilişir tora və balıqçılıqda istifadə olunur. Bir də enerji alınmasında istifadə olunur. Deməli, qabarma elektrik stansiyaları qururlar. Onlara GES deyilir, GES. Deməli, bəzi ölkələr qabarma elektrik stansiyalarından istifadə edirlər. ABŞ, Kanada, Fransa, Böyük Britaniya və Rusiya kimi dövlətlər GES-lərdən tikiblər. Sonra indi gəlin tsunami haqqında danışaq. Çox təhlükəli bir hadisədir tsunami. Sualtı zəlzələ və vulkan püskürmələri zamanı tsunami yaranır. Tsunami Yapon sözü olub, liman dalğası deməkdir. Bir vaxtlar Yaponlar həmin tsunamiyə kamikadze deyirdilər. Bu zaman dalğalar zəlzələ mərkəzindən, yəni episentrdən ətrafa doğru 400-800 km qədər saat sürətlə hərəkət edirlər. Okean orta hissələrində həmin dalğaların hündürlüyü az olur, 2-3 metr müşahidə olunur. Amma sahilə gəldikcə bəzən onların hündürlüyü 25-30 metr və daha çox ola bilir. Hündürlük daha da artır və ona görə sahilə çox ciddi təsir göstərirlər. Düzdür, okeanın daxilində, mərkəzi hissələrində sürəti çox olur, amma hündürlüyü az olur. Amma sahilə yaxınlaşdıqca sürət azalır, çünki sahilə dirənir axı. Amma dalğanın hündürlüyü artmağa başlayır və sahil bölgəyə ciddi təsir göstərir. Deməli, hansı ölkələr ciddi təhlükə qarşısında qala bilər? Məsələn, İndoneziya, Çili, Yaponiya, sonra Benqal körfəzi ətrafı əraziləri biz təhlükəli tsunami hadisələrinin baş verdiyi ərazi kimi qiymətləndirə bilərik. Sonra gəldi okean cərəyanlarına. Bu da çox vacib mövzudur. Okean və dənizlərdə daimi küləklərin təsiri ilə böyük su kütlələrinin üfüqi istiqamətdə yer dəyişməsinə okean cərəyanları deyilir. Okean cərəyanlarına həm də okeanda axan məcazi mənada çay da deyilir. Coriolis qüvvəsinin təsiri ilə cərəyanlar şimal istiqamətində sağa, cənub istiqamətində isə sola meyl edir. Ümumiyyətlə, küləklər də elədir da. Coriolis yerin öz ox ətrafında fırlanması nəticəsində yaranan qüvvəyə deyilir. Demək, Coriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində küləklər sağa, daimi küləklər sağa, cənub istiqamətində sola meyl edir. Okean cərəyanlarını da daimi küləklər yaratdığına görə şimal yarımkürəsində avtomatik cərəyanlar sağa, cənub yarımkürəsində sola meyl edəcək. Suyun temperaturuna görə cərəyanlar isti və soyuq qruplarına ayrılır. İndi isti cərəyanlara aid olan xüsusiyyətləri gəlin sağdakı sxemdən, biz buradakı sxemdən baxaq, görək nədir bu? İsti cərəyanlara aid olan xüsusiyyətlər nədir? Ekvatordan qütbə doğru axırlar. Yəni bunların istiqaməti ox fiziki xəritələrə diqqət eləsək görərik ki, isti cərəyanların axdığı istiqamət, oxları qütbə tərəf baxır.
Sonra çünki isti cəryanın tərifi nədir? Əvvəlcə isti cəryanı gəlin tərif verək. İsti cəryanın tərifində deyilir ki, suyun temperaturu ətraf su, yəni cəryanın gətirdiyi suyun temperaturu ətraf suların temperaturundan isti olarsa, buna isti cəryan deyilir. İndi nə üçün ekvatordan qütbə doğru axırlar bu isti cəryanlar? Çünki ekvator və tropik bölgələrdə suyun temperaturu daha çoxdur. Qütbə tərəf getdikcə suyun temperaturu azalır və ətrafdakı suların temperaturu soyuq olduğuna görə cəryanın axdığı su daha isti olur. Ona görə o isti cəryan hesab olunur. Amma əks olanda, yəni soyuq cəryan olanda cəryanın deməli oxunun istiqaməti qütbdən ekvatora doğru baxır. Və soyuq cəryanı necə tərif verəcəyik? Soyuq cəryanı tərif verəcəyik ki, cəryanın gətirdiyi su ətraf suların temperaturundan soyuqdursa, bu soyuq cəryan hesab olunur. Qütbə ətrafı ərazilərdə ümumiyyətlə qütbə tərəf getdikcə okean sularının temperaturu soyuyur axı, amma ekvatora tərəf gəldikcə isinir. Deməli, soyuq su gəlir isti suyun içərisinə doğru. İsti su cəryanlar suyun buxarlanmasını artırır və suyun buxarlanması artdığına görə nəticədə buludlar yaranır və yağıntı verir. Amma soyuq cəryanlar isə əksinə buxarlanmanı azaldır və yağıntını azaldır. İsti cəryanlar rütubətli iqlim yaradır. Soyuq cəryanlar isə quru iqlim və səhralar yaradır. Məsələn, soyuq cəryanlardan biz soyuq Peru cəryanını Cənubi Amerikanın qərbində qeyd edə bilərik ki, Atakama səhrasının yaranmasına və yaxud da Afrikanın Namibiya sahillərində Bengel cəryanı, soyuq Bengel cəryanı Namib səhrasının yaranmasına və yaxud da Avstraliya sahillərində Qərbi Avstraliya cəryanı orada deməli böyük qumlu səhrasının bir hissəsinin yaranmasına səbəb olmuşdur. Sonra gəldik nəyə? İsti cəryanlar duzluğu artırır. Niyə? Çünki isti cəryanların keçdiyi ərazidə, suda buxarlanma artır. Buxarlanma da gedirsə, nəticədə nə olur? Suyun duzluğu artmış olur. Amma soyuq cəryanlar duzluğu deməli azaldır. Sonra, məsələn, belə bir cümlə var. Testlərdə qarşımıza tez-tez çıxır və onu bəzən abituriyentlər və yaxud da müdavimlər qarışdırır ki, nə deməkdir? Deyilir ki, deməli, buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu ərazilərə yaxınlıqdan keçən cəryanlar isti cəryandır, yoxsa soyuq cəryandır. Deməli, buxarlanma və yaxud da buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqi artıran cəryan. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq o vaxtı çox olur ki, orada iqlim quraqdır. Quraqlığı da nə yaradır? Soyuq cəryan. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin az olduğu deyəndə isə isti cəryanı götürəcəyik. Bu qədər sadə. İndi biz cəryanlar haqqında burada ətraflı danışdıq. İndi cəryanların keçdiyi ərazilərlə tanış olmalıyıq. Məsələn, hər bir okeanın cəryanını və həmin okeanın hansı materikə təsir etdiyini dəqiqliklə öyrənmək lazımdır. Məsələn, və onu məsələn, Sakit okeanın burada xəritədə siz cəryanlarını görürsünüz. Deməli, cəryanlar əgər fiziki xəritələrdə göy oxlarla təqdim olunmuşdursa, belə cəryanlar və yaxud da sağdakı xəritədə də bunu görə bilirsiniz. Deməli, göy oxlarla təqdim olunmuşdursa, bu soyuq cəryandır. Qırmızı oxla təqdim olunmuşdursa, bu isti cəryandır. Deməli, mütləqdir ki, cəryanların isti soyuq olduğunu mütləq bilmək lazımdır. Yəni onu müəyyənləşdirmək lazımdır ki, hansı cəryan istidir, hansı cəryan soyuqdur. Çünki o birbaşa cəryanlar yer kürəsinin iqliminə təsir göstərir. Sahil bölgənin iqliminə təsir göstərir. Orada ya isti cəryanlar yağıntını artıracaq və yaxud da soyuq cəryanlar azaldacaq. Sakit okeanda 11 dənə cəryanın adına diqqət edək. Deməli, birinci Peru cəryanı, baxın burada Atakama səhrasının yaranmasına səbəb olur. Cənubi Amerika materikinin iqliminə təsir göstərir. Hətta Cənubi Amerika materikini tədqiq etmiş Alman alimi Alexander Humboldt məhz bunu əsas tutaraq, yəni soyuq Peru cəryanını əsas tutaraq demişdi ki, materikin iqliminə, yəni qərb sahilinə soyuq okean cəryanlarının təsiri var. Həqiqətən də o 19-cu əsrdə demişdi, amma biz bugün hələ onu
Yenə də öyrəndik. Soyuq cəryan, yəni Peru cəryanı. Burada Cənubi Amerikada həm də Peru adlı ölkə var axı burada. Peru adlı ölkə var. O cəryanın da adı Peru cəryanıdır. Burada Atakama səhrası var. Atakama səhrası amma Peruda deyil, Çili adlı ölkənin ərazisinə düşür. Sonra qərb küləkləri cəryanı ikinci. Ümumiyyətlə qərb küləkləri Antarktidanın başına fırlanır. Sonra Kamçatka cəryanı var şimalda, soyuq cəryan. Bir də Kaliforniya cəryanı var, Şimali Amerikanın iqliminə təsir edir. Deməli, Sakit Okeanın soyuq cəryanlarının təsir etdiyi materiklər hansıdır? Peru Cənubi Amerikaya təsir göstərir. Sonra ikinci qərb küləkləri Antarktidaya təsir göstərir. 3 nömrə ilə işarə olunmuş Kamçatka cəryanı bu Avrasiyaya təsir göstərir. 7 nömrəli cəryan Kaliforniya cəryanı isə Şimali Amerikaya təsir göstərir. Yəni bu cəryanlar quraqlıq yaradır. İndi isti cəryanlarla tanış olaq. Alyaska cəryanı, isti Alyaska. Sonra Kuroshiyo cəryanı Yaponiya sahillərinə təsir göstərir. 5 ilə işarə olunub. Sonra 6 Şimali Sakit Okean cəryanı. Sonra 8 Şimali Passat cəryanı. Sonra 9 passatlar arası cəryan, 10 isə Cənubi Passat cəryanıdır. Bir də 11-ci cəryan isə Şərqi Avstraliya cəryanıdır. İndi burada bəs bu cəryanı biz necə rahat öyrənək? Deməli, başlayırıq məsələn cənubdakı. Bax, burada görürsünüz bir dövrə yaranıb. Bax, bu dövrəni biz əgər öyrənib tamamlaya bilsək, öyrənmiş olacaq. Məsələn, bax, fikir verin, bu qərb küləkləri cəryanı var, 2 nömrə ilə işarə olunmuş. Bu cəryan Antarktida sahili ilə gedir Sakit Okeanda. Sonra buradan bir qol ayrılır. Bax, bu qol soyuq Peru cəryanıdır. Yəni o qərb küləklərinin qoludur. Ayrıldı, qalxdı yuxarı. İndi yuxarı qalxanda onun suyu qızır və nəticədə bu istiqamətdə görülür 10 rəqəmi ilə nömrələnmiş cəryan, bax bu artıq isti cəryana çevrilmiş olur və nəticədə Cənubi Passat adlanır. Cənubi Passat da gəlir Avstraliya sahillərindən aşağı düşür bu şəkildə. Və bu da təzədən düşür aşağı və qoşulur bu qərb küləkləri cəryanına, təzədən soyumuş olur. Deməli, Sakit Okean cənubunda dairə yaratmış, dövrə yaratmış cəryanlar hansılar oldu? Dedik ki, qərb küləkləri, Peru, Cənubi Passat və Şərqi Avstraliya cəryanı, bunların ikisi soyuq, ikisi isti cəryan oldu. İndi şimalda dövrə yaradan cəryana diqqət edək. Şimalda dövrə yaradan cəryan, Şimali Passat cəryanı 8 nömrə ilə, onun davamı Kuroshiyo, onun davamı Şimali Sakit Okean cəryanı. Şimali Sakit Okean cəryanının bir qolu yuxarı qalxır, Alyaska adlanır, isti cəryandır, çünki soyuq bölgəyə tərəf gedir. Bir hissəsi isə daha aşağı endiyinə görə bu artıq soyuq cəryanı, çünki isti bölgəyə tərəf, daha isti bölgəyə tərəf getdiyinə görə onun apardığı su, yəni Şimali Passatın davamı artıq soyuq cəryanı hesab olunmuş olur. Bu da Kaliforniya cəryanıdır. Bir də burada soyuq Kamçatka cəryanı qütb küləklərinin təsiri ilə əmələ gəlir. İndi gəldik Atlantik Okeanına. Atlantik Okeanda 13 dənə cəryanın adını görürsünüz burada. Deməli, bunlar da biz qapalı dövrə şəklində öyrənsək daha rahat olar. Amma gəlin əvvəlcə tanış olaq ümumi şəkildə. 1. Şimali Passat, Şimali Atlantik cəryanı, 2. Norveç cəryanı, sonra 3. 3 hansıdır? Qrenlandiya cəryanı, bu qütb küləklərinin təsiri ilə. Sonra Labrador cəryanı, bu da qütb küləklərinin təsiri ilə əmələ gəlir. 5. Gulf Stream cəryanı. Əslində bu Gulf Stream deyil, bu olmalıdır burada. Əslində Gulf bəzi mənbələr Gulf Stream verir. Amma əslində olmalı Gulf Stream, yəni Gulf Stream. Sonra 5-i dedik, 6 Şimali Passat cəryanı, 7 Braziliya cəryanı, Gviana cəryanı, 8 Braziliya cəryanı. Sonra gəldik 9 qərb küləkləri cəryanı, bu həm sakitdə var, həm Atlantikdə. 10-cu cəryan, deməli Bengel cəryanı, bu qərb küləklərindən ayrılan qoldur. Sonra gəldik 11 Cənubi Passat cəryanı. Sonra gəldik deməli 12 Kanar cəryanı. 13 isə burada Falkland cəryanı, bu da qərb küləklərindən ayrılmış qoldur. İndi gəlin dövrəyə diqqət edək. Deməli, Atlantik Okean cənubunda yerləşən cəryanları necə öyrənəcəyik? Biz əvvəl 9-dan başlayırıq. Qərb küləkləri cəryanı, sonra Namib cəryanı, qərb küləklərinin qoludur.
Ekvatora tərəf getdikcə bu cəryan isinir və onun davamı artıq Cənubi Passat olur. Cənubi Passat gəlir. Bu Cənubi Amerikanın bu hissəsinin çıxıntısına dəyir və iki qola ayrılır. Şimala gedən hissə, bir də cənuba gedən hissə. Cənuba gedən hissə o adlanır Braziliya cəryanı. Beləliklə qapalı dövrən tamamlandı. Deməli nə oldu? Qərb küləkləri, Bengel, Cənubi Passat və Braziliya. Bu Atlantik Okeanın cənubunda qapalı dövran yaradan cəryanlar oldu. Bir dənə də əlavə edirsiniz Falkland cəryanı. Burada Falkland adaları var. Gəldi indi şimalında qapalı dövran yaradan. Sakit Okeanın şimalında biz şeydən başlamışdıq da, Şimali Passatdan başlamışdıq. Atlantikdə də yenə Şimali Passatdan başlayırıq 6 nömrə. Sonra onun davamı burada fikir verin. Bir cəryan burada olmalıdır. Deməli, burada Antil adaları var. Antil adalarının daxilində, bax burada adaların içərisinə bir cəryan girir. Həmin cəryanın adı Antil cəryanıdır. Biz ora əlavə olaraq 14 nömrəsi də yaza bilərik. Yəni 14-cü cəryan Antil cəryanı hesab olundu. Deməli, nə oldu? 6-cı dedik ki, Şimali Passat cəryanı, sonra onun davamı 5, Gulf Stream cəryanı, onun davamı Şimali Atlantika cəryanı. Şimali Atlantikada iki hissəyə bölünür. Biri yuxarı gedir, biri də aşağı düşür. Aşağı düşən 12 nömrəli Kanar cəryanıdır. Yuxarı gedəni isə Norveç və Norveç cəryanıdır. Onun da davamı gedir Barents cəryanı olur. Deməli, şimalda qapalı dövrən yaradan nə oldu? Cənubi Passat, Antil, Gulf Stream, Şimali Atlantika və Kanar cəryanları. Əlavə olaraq da biz deməli Labrador və Qrenlandiya cəryanlarını qeyd edəcəyik. Gəldi Hind okeanına. Hind okeanında ekvatordan şimalda, bax təxminən ekvator xətti buradan keçir. Ekvatordan şimalda görürsünüz elə bir cəryan yoxdur. Bir də musson cəryanını burada 4 nömrə ilə işarə olunduğunu görürük. Musson cəryanı. Amma cənub yarım kürəsində, Hind okeanı cənubunda biz deməli dövran yarandığını görə bilirik. Məsələn, bir rəqəm yenə qərb küləkləri cəryanıdır, soyuq cəryanıdır. Onun qolu, bir qolu da buradan ayrılır, Avstraliyanın qərbindən, Qərbi Avstraliya. Onun davamı burada yenə Cənubi Passat cəryanı. Cənubi Passat cəryanında davamı deməli 6 rəqəmi ilə işarələnmiş burada ada ilə materikin, Madagaskar adası ilə materikin arasından keçən Madagaskar cəryanı, üzrsə Mozambik boğazından keçən Mozambik cəryanı, onun davamı isə İynəburnu cəryanı, Madagaskar adasının şərqindən keçən isə Madagaskar cəryanı hesab olunur. Somali cəryanı ümumiyyətlə bütün qayda qanunu riayət eləmir, qanun uyğunluğu pozur. Çünki biz bilirik ki, oxun ucu əgər qütbə tərəf baxırsa, bu isti cəryan olmalıdır. Amma görürük ki, burada Somali cəryanı, soyuq Somali cəryanı üzü qütbə tərəf baxmağına baxmayaraq göy rəngdə təqdim olunub və bu soyuq cəryandır. Somali cəryanını ümumiyyətlə daimi küləklər yaratmır. Onun orada Hind okeanının həmin hissəsində, Somali yarımadası sahillərində suyun şaquli demək, axınları müşahidə olunur. Yəni, suyun altındakı soyuq su səthə çıxır və biraz gedir, sonra enir yenidən. Bu şəkildə şaquli hərəkəti müşahidə olunur. Burada artıq elə bil ki, şaquli hərəkətin, okeanın içərisində suyun şaquli hərəkətinin nəticəsində Somali cəryanı soyuq cəryana çevrilir. Suyun alt hissəsi soyuqdur, axı o üstə çıxanda artıq ətraf sular isti olur, amma altdan səthə çıxmış su soyuq su olur və ona görə Somali cəryanı soyuqdur. Və burada musson cəryanı da var. Musson cəryanı Hindistan sahillərinə təsir göstərir. Və burada son olaraq da diqqət bir cümlə var. Qütblərdən tropik enliklərə doğru hərəkət edən cəryanlar soyuq, tropik enliklərdən qütbə doğru hərəkət edənlər isti cəryanlardır. Bu cümləni yadda saxlamaq lazımdır. Nə üçün? Çünki biz bilirik ki, fiziki xəritələrdə qırmızı rəngdə təqdim olunmuş oxlar isti cəryandır, göy olarsa bu soyuq cəryandır. Amma bu xəritəni mən aparıb ağ-qara printerdə çap edib, gətirib təqdim eləsəm sizə, o zaman nə qırmızı, nə də göy oxlar hamısı eyni şəkildə, ağ-qara şəkildə təsvir olunacaq. Ona görə siz oxun ucu istiqamətinə diqqət eləməlisiniz. Yəni, qəbul imtahanında da, ümumiyyətlə, İmtahanlarda da təqdim olunmuş sual nümunələri adətən ağ-qara formada təqdim olunur və biz qırmızı ilə göyü seçə bilmirik.
Ona görə də oxun istiqamətinə diqqət eləmək lazımdır. Əgər oxun ucu qütbə tərəf baxırsa, bu soyuq cəryandır. Ekvatora tərəf baxırsa, isti cəryandır. Bir dənə Somali cəryanı istisna olmaqla. Deməli, əziz yoldaşlar, dərsimiz burada başa çatır. Növbəti izahlarda görüşmək ümidi ilə sağ olun. Videonu axıra qədər izləyib bəyəndinizsə, like etməyi unutmayın. Təşəkkür.